Salam aleykum dostlar. Bugün sizlere Baku online oyununda necə dostlarınızla, yəni online şəkildə oynaya bilərsiniz onu göstərəcəm. Xatırladım ki, oyun hələ ki Play Store-da yoxdur. Yalnızca test istifadəçi olaraq oyunu yükləyib qrup oynaya bilərsiniz. Test istifadəçi olmaq üçün burada sizə şəkildə görsənən TikTok hesabına mənə şəxsidən yazırsınız və sizin bir Play Marketdə olan Gmailiniz lazımdır ki, mən onu ora əlavə edə bilim. Baxın, Gmailin kodu lazım deyil, sadəcə özü lazımdır ki, mənə şəxsidən göndərəsiniz, mən onu ora əlavə edeyim. Daha sonra sizə link verəcəm və o linkdən oyunu yükləyəcəksiniz. Yükləyək ki, oyunu yüklədiniz, indi göstərim necə online oynaya bilərsiniz. Və burada görürsünüz, yazıbdır Play Online qırmızı ilə. Qırmızının içində. Bunun üzərinə basacaqsınız. Burada oyuncu bölməsinə tıklayırsınız. Burada hər hansı bir ad yazırsınız. Fərqi yoxdur, nə siz bura yaza bilərsiniz. Mən məsəl üçün yazacağım Rüzux Aks. Buradan serverə qoşulursunuz. Hal-hazırda onlayn otaq yoxdur. Yəni burada əgər otaq açmısınızsa, burada otaqlar görsənəcəkdir. Əgər burada otaq yoxsa, burada otaq yarada basırsınız. Və gözləyirsiniz və gördüyünüz kimi onlayna daxil oldu. Hal-hazırda oyun təzə olduğuna görə bu otaq haqqında info yoxdur da. Yəni otaq adı, familiyası belə görsənmir, amma inşallah ki növbəti güncəlləmələrdə bunların hamısı düzələcəkdir. Və dostunuzu da bura əlavə edə bilərsiniz. Yəni dostunuzla burada oynaya bilərsiniz. Videomuz hələ ki bu qədər idi. Növbəti videoda görüşmək ümidi ilə sağ olun.